Salam, bugün sizlərdən 26 oktyabr OTK-nın blok sınavına baxacağıq. Deməli, birinci qruplar üçün də, ikinci qruplar üçün də eynidir. Sadəcə son 3 sual fərqlidir. İkinci qruplarda situasiyadır, birinci qruplarda sonuncu sual isbatdır. Gəlin başdan baxaq. Deyir, bütöv bucaq 140 dərəcədir. AOC-nin COB-yə nisbəti AOC-nin COB-yə nisbəti 3K, nisbət görəndə K yazıram. 3K, 4K-dır. Yazıram 3K, üstə gəl 4K, bərabərdir 140 dərəcə. 7 dənə K 140 dərəcədirsə, K-nın biri neçə dərəcədir? 20 dərəcədir. 3K, 3 vur 20, 60 dərəcədir. 4K, 4 vur 20, 80 dərəcədir. Və bizə deyir ki, OD də tən böləndir. Gəlin onu biraz qaralayaq. Bu OD tən böləndir. COB-nin 80-i tən bölün, 2-dən yerə bölün 80-i. 40, 40. Və bizə deyir ki, AOD bucağını tapın. Gəlin tapaq da. Görək haran deyir. AOD. Görürsünüz, baba, bu bucaq. Bu bucaq 60-la 40-ın cəmi deyil. Bura 60-dır, bura da 40-dır. 60-la 40-ı toplayır. 100 dərəcə. AOD bucağı 100 dərəcə. İkinci sual. Deyir, ABC üçbucağında, amma ACB 90 dərəcədir. Həmişə də ortaya baxın. Yəni, C bucağı 90 dərəcədir. ACB. AC 4-dür, BC 8-dir. Pifaqorlayıb buranı tapa da bilərik. A kvadrat üstə gəl B kvadrat bərabərdir C kvadrat. 4-ün kvadratı 16, 8-in kvadratı 64. 16 ilə 64-ü toplayanda 80. C-ni də tapanda hər tərəfdən kök alırıq. Kök altda 80. O da 16 vur 5 olduğuna görə uşaqlar. Kök altda 16-dan 4 çıxır, amma kök altda 5-dən heç nə çıxmır. Alınır 4 kök altda 5. İndi bizə görək nə istəyir? Tangens CAB. Bayaq dedim, ortaya baxırıq. A bucağı yəni. Bunun tangensi istəyir. Gəlin, baba, buradan yazıram. Sağ tərəfə baxın. Tangens alfanı istəyir. Tangens qarşı katet bölünsün bitişik katetdir. Yəni, burada hipotenuza baxmıram. Buna baxmıram. Qarşısındakı alfanın sökəndiyi tərəf görün haradır? Alfa bucağının qabağında nə durub? 8. Bəs alfa bucağına bitişik nə durub? 4. 8-i 4-ə bölün 2. Birinci, sürəti tapdım ki, 2-dir. İndi məxrəci oxuyuram. Kosinus SBA. İndi B bucağını istəyir. Yəni, buranı. Bettanı istəyir. Alfanı istəyir ki, fikriniz qarışmasın. Əlimə baxın. Kosinus betta. Kosinus nə bölünədir? Kosinus bitişik bölünsün. Uşaqlar, bax, kosinus, hipotenus. Hamısının axırı usla bitir. Bax, sinus, kosinus, hipotenus. Axırı usla bitirsə, deməli, hipotenusa bölürəm. Bildiniz? Bettaya bitişik görün nə görürsünüz? 8, yəni qabağındakı yox, bitişik 8 görürəm. Hipotenuzdakı 4 kök altda 5-dir. Bildinizmi? Sürəti tapdım 2, məxrəci tapdım 8 bölünsün 4 kök altda 5. Gəlin onda bizə deyir ki, bunları bölün. Baxın, yazıram 2 bölünsün 8, 4 kök altda 5-ə. Böləndə bilirəm ki, tərsinə çevirib vururam. Uşaqlar, 2-ni 4-ə vuranda 8, 8-i 8-ə böləndə ixtisar gedir. Cavab nə qalır? Kök altda 5. Yəni, sadə sualdır, sadəcə diqqət tələb edir də. Birinci Pifaqor tapırsınız, sonra tangensindən kosinusu tapıb bölürsünüz. Baxın, böldüm. Qırmızı ilə göstərəcəm. Burada bölmə deyir deyə mən də böldüm. Üçüncü sual sadəcə hesablamadır. 3-də düzgün olmayan kəsrə çevirirsiniz. 3 vur 2, 6, 6-nın üstünə 1 gələndə 7. Bunu düzgün olmayan kəsrə çevirirəm. 28-in üstünə 2 gəlirəm, 30. Uşaqlar, sizə demişəm, mənfi görəndə bu mənfini ortaq çıxartdınız. Yerdə müsbətləri qalır. Bunu düzgün olmayan kəsrə çevirirəm. Heç çevirməyə ehtiyac yoxdur. Baxın, uşaqlar, bunun müsbətini saxlayıram. 38. Ədədlər balacadır deyə qəribə görünür. Mən böyük yazıram ki, aydın görəsiniz.
Hə, vuranda yenə 7-ni 7-yə böləndə ixtisar gedir. 30-u 3-ə böləndə 10 qalır. 3 ilə 4-ü toplayanda 7 tam. Uşaqlar, baba bunu ayrıca toplayıram. 7 tam 38-də 25 ilə 33-ü toplayanda 58. 10 çıxılsın. Uşaqlar, 58-i 38-ə böləndə bir dənə tam çıxır. Olur 8 tam. 58-i uşaqlar, baxın, qıraqda istəyirsiniz 38-ə bölək. 1 tam 38-də 20 eləyir. Yəni ona görə 7-nin üstünə 1 tam gəldim, 8 tam. 38-də 20 qaldı. Deməli, məncə bunu çıxmağı bacarırsınız. Onu yazıram 9 tam 38-də 38. Çıxılsın 8 tam 38-də 20. 9-dan 8-i çıxanda 1 tam. 38-də 38-dən 38-də 20-ni çıxanda 38-də 18. Hər cüt ədədlər 2-yə bölünür. Qalır 19-da 9. 1 tam 19-da 9. B variantı. Diqqətli olun, sadəcə hesablamaydı, amma imtahanı hesablama həmişə düşür. İkinci qruplara hələ daha, yəni %100 düşür hesablama. 4-cü sual. Baxırsınız ki, nə çarpaz yolla vuruğa ayrılır, nə viyetlə. Demək ki, nə var? Ortaq vuruq var da burada. Ortaq vuruq var. Sürətdə ortaq x-ları görürsünüz. X-in 1-ini çıxarsam nə qalır? 5x. X-i çıxartdım, nə qaldı? Y. X-i çıxartdım, yerində nə qaldı? 1. Məxrəcdən Y-i çıxartdım, nə qaldı? Y-in 1-i. Y-i çıxartdım, nə qaldı? 5x. Y-i çıxartdım, nə qaldı? 1. Bir də diqqətlə baxın, göylə göstərəcəm. Y 5x 1. Y 5x 1. Eyni şeyə böləndə 1 eləyir. Sürətli x qalır, məxrəcli y qalır. A variantı. Yəni çox çətin görünən sualdır, amma ən sadə tipli sualıymış. Həllə başlayanda sadələşir. Aha, yenə də hesabdır. Sadəcə bu mövzu bloku olduğu üçün uşaqlar belə salıblar. İmtahana bu qədər sırf hesab düşmür. Birinci qrupa heç bu qədər hesab düşmür. Hə, ikinci qrupun son 3 sualı hesab dolu olur. Aha, baxaq hesabımıza. 3-ü 3-ə vuranda 9, 9-un üstünə 1 gələndə 10, 3-də 10. Hələ ki bunu köçürək. A üstü 8, B üstü 5 üstündə 4. Vurulsun 10-da 3. Uşaqlar, baxın, kəsrə çevirdim. Çünki bu kəsrdir deyə bunu da kəsrə çevirdim. A, B-nin kubu üstündə 5. Uşaqlar, həmişə deməmişəm ki, əmsalları 1 vurun, qüvvətləri də 1. Məsələn, gəlin əmsalları 1 götürək. Bu 3-də 10-dur. Amma üstündə nə var? 4. Hərəsinin üstündə 4 yazıram. Bildinizmi? Üstlərində 4 var deyə. Bu 10-da 3-dür. Amma üstlərində nə var? 5 var deyə üstlərində 5 yazıram. İndi o bir ədədləri yazıram. A üstü 8 üstündə 4 var. B üstü 5 üstündə 4 var. Burada A üstündə 5 var. B'nin kubu üstündə 5 var. Bildiniz nə elədim? Mötərizəni sadəcə açdım. İndi göylə göstərim, baxın, görün. Ondan 4 dənədir ixtisar gedir. Burada 5 dənədir. Biri artıq burada qalır. 3-dən 4-ü ixtisar gedir. Yuxarıda biri qalır. Üst-üstə dərəcələr vurulur. 8-i 4-ə vurun. 32. 5-i 4-ə vurun. 20. 3-ü 5-ə vurun. 15. Olur uşaqlar. 10-da 3. A üstü A'ları vurulanda üstlər toplanır. 32 ilə 5-i toplayın. 37. 20 ilə 15-i toplayın. 35. Görək indi bizdən nə istəyir? Deyir, qüvvət əmsaldan neçə dəfə böyükdür? Qüvvət üstlərinin cəmidir. 37 ilə 35-in cəmi neçə eləyir? 72. Bax, qüvvəti tapdım 72. Əmsal neçədir? 10-da 3. Deyir, neçə dəfə böyükdür? Dəfə böyük, dəfə kiçik tapmaq üçün bölürəm. 72-ni 13-ə bölürəm ki, görüm neçə dəfə böyükdür. Amma riyaziyyatda kəsirləri bölmürük də, tərsinə çevirib vururam. 3-də 10-a vururam. 72-ni 3-ə böləndə 24. 24-də 10-a vuranda 240. Deməli, 240 dəfə böyükmüş. Bildinizmi? Qüvvət əmsaldan 240 dəfə böyükmüş. Hə, bu çox maraqlı sual idi. Sizi çaşdırmaq üçün qeyri-adi tempdə salıblar. Sizə bilmişsiniz çətin sualdır. Çox sadə. Yazanda görünür. 32-dən kiçik 3-ə bölünən ədədlər. 3-ə bölünən ədədlər deməmişəm. 3-dən başlayır, 3 dənə 3 dənə artır.
3 dənə üstünə artıram 32-yə qədər. 32-dən bir axı kiçik. 27-nin üstünə 3 gəldi 30. 30-un üstünə 3 gəlsəm 33 eləyir. Bizə deyir 32-yə qədər. Ona görə 33-ü yazmıram. Deyir bunlardan ədədi ortanı tapın, modanı tapın, medianı tapın. Sonra da müqayisə ilə bağlı nəsə deyir. Uşaqlar, göylə yazıram. Moda ən çox işlənəndir. Burada hərəsindən bir dənə işlənib. Deməli moda nədir? Yoxdur. Moda modda olan şeydir uşaqlar. Hansından çox varsa onu götürərəm. Burada hərəsindən bir dənədir. Yəni modası yoxdur. Bu doğru fikirdir. Həqiqətən yoxdur. Median, gəlin hələ medianı tapaq. Medianı tapmaq üçün qıraqlardan eyni sayda silirdim. Ortada qalanı götürürdüm. Median ortada qalan idi, hə? Görək ortada nə qalır ki? Məsələn, qıraqdan buradan 4-ünü silsəm, buradan 4-ünü silsəm, ortada 2 dənə element qalır. 2 dənə element qalanda nəyini tapırdım? Ədədi ortasını. Bizə də elə onu deyir də uşaqlar, cümləyə baxın. Median, ortada 2 dənə qalanda o 2 dənə ədədin ortasını tapmırdım, ədədi orta. Median ədədi ortaya nədir? Bərabərdir, düzdür. Onda ədədi ortanı tapaq da 15 ilə 18-in ədədi ortası toplayıb 2-yə bölün. 33-ü 2-yə böləndə 16,5 eləyir. Amma bizə deyir ki 18 eləyir. Deməli bu səhvdir. Doğru olan hansı oldu? Uşaqlar bildiniz də ədədi orta 16,5-dir. Median da 16,5-dir. Amma burada 18 yazıb. Yəni səhvdir. Doğru variant 2 ilə 3, yəni A variantı. Bu da belə. Baxaq 7-ciyə. Hasili 72 olan 2 dənə natural ədəddən cəminin mümkün olan ən kiçik qiymətini tapın. Uşaqlar bir qayda deyəcəm. Sizə hasil veribsə, yaxın cəmlər ən kiçik olur. Uzaq cəmlər ən böyük olur. İndi demək istəyirəm, deyəcəm nə demək istəyirəm. 72-ni biz məsələn vuruqlar şəklində yazanda 1, 2 nəyə bölünür yazırdıq? 3-ə bölünür. Məsələn 1-ə böləndə 72 alınır, 2-ə böləndə 36 alınır, 3-ə böləndə 24 alınır. 6-ya da bölünür uşaqlar. 6-ya böləndə 12 alınır və s. da bu tərzdə, düzdür? Uşaqlar 72 8 ilə 9-a da bölünür, onu da yazaq. 8-ə böləndə də 9 alınır. Qoyun səliqəli yazın. Geniş izah edeyim, yəni imtahan üçün yox, geniş izah edeyim. 8-ə böləndə nə alındı? 9, 6-ya böləndə 12, 3-ə böləndə 24, 2-yə böləndə 36, 1-ə böləndə 72 alınır. Bizə deyir ki, cəminin ən kiçik və ya ən böyük qiymətini tapın. Bir dəqiqə uşaqlar. Deməli uşaqlar, bir dənə baxın, yaxın cəmlər. Ən yaxın ədədlər, yəni bunlardan yaxınları 8 ilə 9-dur. Düz ortada yaxınlar 8 ilə 9-un. Cəmi neçədir? 17. Bəs ən uzaqdakılar hansıdır? 1 ilə 72 uşaqlar. Ən uzaqda yerləşənlər 1 ilə 72-dir. Cüt-cüt də uşaqlar, cüt-cüt. 8 vur 9, 6 vur 12, 3 vur 24, 2 vur 36, 1 vur 72. Ən uzaqda yerləşənlər 1 ilə 72 deyilmi? Bunların cəmi neçədir? 73. Deməli, yadda saxlayın. Ən uzaqdakilərin cəmi ən böyük olur. Ən yaxındakılərin cəmi də ən kiçik olur. Bizə də deyir ki, ən kiçiyini tap. 8 ilə 9-u toplayırsınız. 17. Müxtəsər vurma düsturudur. Hər imtahan düşür. Hətta 3 dənə, 4 dənə, nə qədər çox düşür də, yəni. Ayrı-ayrı kvadrat görənlər. Fərq deyir, nədir? Fərqin kvadratının üstünə 2 dənə AB gəlirəm, düstur budur. Ayrı-ayrı kvadratı 43 verib, fərqi 5 verib. 43 bərabərdir 25-in üstünə 2 AB gələndə, 2 dənə AB-ni tapanda 43-dən 25-i çıxıram, 18. 18-i 2-yə böləndə AB-ni tapıram ki, 9-dur. Bizdən cəmin kvadratını istəyir, uşaqlar. Cəmin kvadratın, elə belə də aça bilərik. Bu cəmin kvadrat düsturunu bilirsiniz. A kvadrat üstə gəl 2AB, üstə gəl B kvadrat. A kvadratla B kvadrat şərtdə verilib ki, 43-dür. Üstünə gəlirəm 2 dənə AB-ni. AB-ni də tapdıq ki, 9. 2 dənə 9. Bildiniz, AB-nin yerinə 9 qoydu. 43 üstə gəlinsin 18, 61. Diqqətli olun hesablamalarda. 8-də də tapdıq 61. 9-cu sual.
Hə, hər dəfə demişəm, ədəd yanındakının dərəcəsini alır. A kvadrat, B kvadrat, 9-u nə yazaram? 3-ün kvadratı. Mütləq. Ədəd yanındakının dərəcəsini alır. Bax, uşaqlar, 9-u yazıram, 3-ün kvadratı. İndi uzaqdan baxın görüm. 3-ün kvadratı, A kvadrat, 6A. Görürsünüzmü? A çıx 3-ün kvadrat düsturu. Yox, amma burada üstə gəldi deyə A üstə gəl 3-ün kvadrat düsturu. Bildiniz A kvadrat, üstə gəl 6A, üstə gəl 9, A üstə gəl 3-ün kvadratıdır. Çıx yanında B kvadrat var deyə B kvadratı yazıram. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. Bildinizmi? İndi bizdən A çıx B, üstə gəl 3. Bir də A, məsələn, bu da hesablamadır uşaqlar. A üstə gəl B, üstə gəl 3. A-dan B-ni çıxanda 60-dan 36-nı çıxıram, tam hissələr çıxıram da 24 tam, 4-də 3-dən 4-də 1-i çıxıram, 4-də 2. 4-də 2 də ki, ixtisar gedəndə 2-də 1 qalır. Üstə gəl 3. Vurulsun. A ilə B-ni toplayıram. 96 tam 4-də 4, yəni 97. Üstə gəl 3. Anladınızmı? Uşaqlar, 24-ün üstünə 3 gələndə 27 tam 2-də 1, 97-nin üstünə 3 gələndə 100, düzgün olmayan kəsrə çevirirəm 2-də, 54-ün üstünə 1 gələndə 55, vur 100. 100-ü, məxrəc yoxsa məxrəcə 1 yazıram, 100-ü 2-yə böləndə 50 eləyir, 55-i 50-yə vurmağa çalışacağım. 5-ə vuranda 25, 2 adda, 25 2 adda 275, yanında 0 var deyə 0. Yəni 2750. Bu da müxtəsər vurma ilə 2 dənə müxtəsər vurma tətbiq elədik. Yəni buradan birinci onu seçməliydiniz. Sonra da yerinə qoymalıydınız belə. Anladınızmı? Bir kvadrat düsturu, bir ayrı-ayrı kvadrat düsturu, bir də qiymətləri yerinə qoymaq. 10-cu sual. Aha, tənbölənin bir dənə xassəsi var da. Tənböləni görəndə əskisinə sevinməz ki, bir dənə xassəsi var. Nədir? Sol böl sol bərabərdir. Sağ böl sağ var. Sol böl sol, sağ böl sağ. Deyir, MN 12-dir, NK 18-dir, MK ümumilikdə 20-dir, MP-ni istəyir. Sizə deməmişəm ki, soruşulana X deyin. Bunu istəyirsə, buna X deyirəm. Ümumi 20-dirsə, 20-nin X-i buradadırsa, 20 çıx X-i də buradadır da, düzdür? 20 dənədən X-ını birinə vermişəmsə, o biri tərəfə qalıb 20 çıx X. Şu xassəni yazıram, tənbölən bir dənə xassəsi var. Sol böl sol, sağ böl sağ. 12 böl X bərabərdir 18 böl 20 çıx X. Hər tərəfi 6-ya bölə bilərəm. Burada 2 qalır, burada 3 qalır. Kəsir görəndə çarpaz vururam. 3 dənə X bərabərdir 2 dənə 20 çıxılsın 2 dənə X. O da X-ları bir tərəfə yığanda uşaqlar çıx bu yana keçəndə üstə gəlib keçir. Hələ də bunu çaşdıranlar var. 5X bərabərdir 40, X-i tapanda 8. Yəni MP-ni tapıram ki 8. 11. Çox düşür bu. Bloka da düşür, buraxılışa da düşür. Ədədin kəsir hissəsini tapanda verilən ifadədən, yəni o verilən var ya, bu %100 istifadə olunacaq. Bundan çıxıram tam hissəsini. Veriləni zaten görürəm də, gəlin tamını bir dənə qıraqda tapaq. Tam 2025 çıxılsın kök altda 130-un tam hissəsini tapmağa çalışaq. 2025 onsuz tamdır. 130 görüm 100-dən böyükdür. Yəni 10-dan böyük ədədin nəsə kvadratıdır. 11-in kvadratı 121-dir. 12-nin kvadratı 144-dür. Uşaqlar, bu 144-ə çatmayıb da, amma 121-i də keçib. Yəni 11-i biraz keçib, bax. 130, 121-i biraz keçib. 11-i biraz keçibsə, 11 tam onda 2 yaza bilərəm. Həmişə, məsələn, 5-i biraz keçibsə, 5 onda 2 yazın. 6-nı biraz keçibsə, 6 tam onda 2 yazın. Həmişə ödənir. Yəni, qaydadır. Təxmini qiyməti hesablamağın qaydasıdır. 2025-dən 11 tam onda 2-ni çıxanda eləyir 2014 yox, 13 tam onda 8. Uşaqlar, biz buradan nəyi tapmaq istəyirik? Tam hissəni. Tam hissəsi nə oldu? 2013 tam onda 8. Tam hissəsi oldu 2013. Biz nə edəcəkdik? Kəsir hissəni tapanda verilən ifadəni köçürürəm. 2025 çıxılsın kök altda 130-dan. Bu tapdığım tam hissəni çıxıram. Bildiniz, tam 2013-dür. 2025-dən 2013-ü çıxanda
Qalır 12. Bu da çıx kök altda 130. 12 çıx kök altda 130. A variantı. 11-də də oldu A. Davam edək. 12 çox sadədir. A-dan, uşaqlar, qırmızı ilə yazım ki, içərdən görünsün. A-dan götürüb B-ni çıxıb. A, həmişə demişəm ki, nə çoxdursa, burada ən çox A-dır. Deməli, A ilə bağlı bir şey olacaq. Amma B hissəsini, B yumrusuna aid olan hissəni götürməyib. Yəni, A-dan B-ni çıxıb. Variantlara baxın. A çıx B, bir burada var, bir də burada var. Çünki A-dır. Bu da B ilə C-nin ortağıdır, yəni kəsişməsidir. Kəsişirlər. Şu, deməli, Y variantıdır. Burada birləşmə yazıb. Uşaqlar, B ilə C-nin birləşməsi bilirsiniz nə olar? B-ni də bütöv götürər, C-ni də bütöv götürər. Yəni, bu deyil. Cavab Y variantı. 13-cü sual. Tənasübün bir dənə xassəsi var. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni, x vur, 3-də 5, 9-da 7 vur, 7-də 18, x vur 3-də 5 bərabərdir, 18-i 9-a böləndə 2, vurmadırsa uşaqlar bu tərəfə keçəndə bölmə olur. 2-ni 3-də 5-ə böləndə 5-də 3-ə vurmuş oluram. Məxrəc yoxdursa məxrəcə 1 deyirəm. 2-ni 3-ə vuranda 6, 1-i 5-ə vuranda 5, 6-nı 5-ə bölürəm, 1 onda 2. Diqqətli olun. 14 müqayisə edin, həmişə düşür, həmişə düşür, düşür. 100, 150, 25. 25 ortaqdırmı? Hamısını elə bir 25 kimi üstü 25 ilə qeyd edəcəm. Yəni 25-i ən üstə atacam. 100-ü 4 vur 25 yaza bilərəm. Üst-üstə dərəcələr vurulur axı. 150-ni nə vur 25? 6 vur 25 yaza bilərəm. Üst-üstə dərəcələr vurulur axı. Bu da 49 üst 25. Uşaqlar, dedim ki, müqayisə eləmək üçün üstlərin dərəcələri eyni olmalıdır. 25-ləri saxlayıram. İndi altlarına baxıram. 3-ü 4 dəfə bir-birinə vuranda 3 vur, 3 vur. 3 vur, 3 eləyir 81, üstündə 25. Buna baxıram. 2-ni 6 dəfə bir-birinə vuranda 2 üstü 5-in 32 olduğunu bilməlisiniz. 2 üstü 6, 64-dür. Bu da 64 üstü 25. Bu da 49 üstü 25. Müqayisə eləmək artıq çox rahatdır. Üstlər eynidirsə aşağılarına baxıram da. 81 böyükdür 64-dən, 64 də böyükdür 49-dan. Yəni A hamısından böyükdür, C də ən kiçikdir. A hamısından böyük, C də ən kiçik, Y variantıdır. Uşaqlar, sözlə oxumağı bacarın. A ən böyük, C ən kiçik. Və baxın variantların hansında elədir? A ən böyük, C ən kiçik. Y variantında. 15-ci sual deyir ki, hasilinin standart şəkildə yazılışına qiymətli hissəsindən tərtibinin cəmini tapın. Hələ birinci hasilini tapaq. 24 vurulsun, 10 üstü 20-ni vururam 5000-ə. Yəni 5 vurulsun, 10 üstü 3-ə. Təbii ki, qiymətli hissəni qiymətli hissəyə vururam. Olur 120. 10 üstü 20-ni 10 üstü 3-ə vuranda üstlər toplanır. 10 üstü 23. Amma standart şəkil deyir. Standart şəkildə qaydanı bilin. 1-dən 10-a qədər bir ədəd olmalıdır. 120 1 ilə 10 arasında yerləşir? Yox. Heç 12 də 1 ilə 10 arasında yerləşmir. Amma 1 tam 2, 1 ilə 10-un, uşaqlar istəyirsiniz 1 tam 120 yazım ki, sizin gözünüzə aydın görünsün. 1 tam 120 1 ilə 10 arasında yerləşir. Mən durduq yerə misalı 100-ə böldüm. 100-ə böldümsə 100-ə vururam ki, tarazlansın. Misalın ardında vur 10 üstü 23 var. Olur 1 tam %20 vurulsun 10 üstü 25. Bizə deyir ki, qiymətli hissəsi, yəni 1 onda 2. Vergüldən sonra ən sonda yazılan sıfırlar bilirsiniz ki, keçərsizdir. 1 onda 2. Bir də deyir tərtibi, yəni 25. Deyir cəmini tapın. 1 onda 2 ilə 25-in cəmi 26 tam onda 2. Diqqətli olun. Qiymətli hissə başda verilən hissədir. Tərtib yox, onun üstündə gördüyünüz hissədir. 16-cı sual. A və B çoxluqlarında heç nə uşaqlar. Bu işarəni görən kimi şəkil çəkməliyəm. Bu çıx işarəsini görən kimi şəkil çəkirəm. A ilə B. Deyir A-dan B-ni çıxanda, yəni A-ya aid olan hissələr deyir 18 dənədir. A-da amma deyir 36 dənə element var. 36-dan 18-i çıxıram ki, 18 onda burada yerləşir, yəni ortaqdır. B-də deyir 39 dənə element var, onun 18-i burada yerləşirsə, görün B-nin özündə nə qaldı? 21 dənə element qaldı. Bizdən elə onu istəyir uşaqlar. Deyir, baba, ancaq B-yə, yəni B-dən A-nı çıx, ancaq B-yə daxil olan elementlərin sayı 21. Sadə sual idi. Sadə idi.
Hə, 2% duz məhlulunun suyun 40 qramını buxarlandırdıqdan sonra duzluğu 2,5 olub, məhluldakı duzun kütləsini tapın. Uşaqlar, düstur demişəmsə, %100 riayət eləməlisiniz. 40 qram buxarlanır. Su buxarlananda, su əlavə edildikdə, maddə əlavə edildikdə, maddə götürüldükdə hansı bir dənə düsturumuz var da? Maddə böl məhlul vur 100. Başqa heç bir düsturumuz yoxdur. Belə, bir dənə budur. Sırf bu sözü görəndə, su buxarlananda, nəsə əlavə edəndə budur. İndi deyir ki, 2%li məhluldur. Məhlulu bilirəm uşaqlar, xeyr, yazıram x. Onun 2% duzdur. X-in 2%-ni gəlin yuxarıda tapaq. Vur 2 bölü 100. Eləyir 0,2x. Yəni x qram məhlulun 0,2-si duzdur. Və deyir 40 qram buxarlandıqdan sonra su buxarlananda məxrəcdən çıxır. Məxrəcdən 40-ı çıxıram. Bildiniz də, su məxrəcdən çıxır, məxrəcin üstünə gəlir. Amma duz desəydi ikisinə də. Deyir sonra 2,5% maddə alınır. Yazsız 2,5. Vurma o yana keçəndə bölmə olurmu? Yazıram 0,2x bölünsün x çıx 40 bərabərdir 2,5 bölü 100. Uşaqlar, baxın, sürətlərin ikisində gəlin 10-a vurum ki, tam ədədlər alınsın da. 2x bölünsün x çıx 40 bərabərdir 25 bölünsün 100. 25 ilə 100 nəyi ixtisar gedir? 25 ixtisar gedir. Burada 1 qalır, burada 4 qalır. Çarpaz vururam. 2x-i 4-ə vuranda 8x. X çıx 40-ı 1-ə vuranda elə x çıx 40. Bir tərəfə yığıram, uşaqlar. Hesabın düz getdiyinə bir dənə baxım. Hə, uşaqlar, bir dənə burada hesaba baxın. %2, biz burada 10-da 2 yazılıb. Bir dənə baxın bura. %2 yox, 10-da 2. %2. X-in 2%-i %2x eləyir. Yəni, bura %2x yazıram. İndi sol tərəfi bunu 100-ə vurdumsa, bunu da 100-ə vurmalıyam. Gəlin, davam edək. Ki, tam ədədlərlə işləyək də, belə vergüllər ədədlərlə işləyəndə qarışır. Gəlin, tam ədədlərlə işləyək. Aha, %2-ni 100-ə vuranda 2x eləyir. Məxrəc yerində qalır. Sağ tərəfi də 100-ə vuranda 250 eləyir. Böl 100. Alınır ki, uşaqlar, hər tərəfi bölək, sıfırlar getsin. Hər tərəfi 5-ə böləndə burada 5 qalır, burada 2 qalır. Çarpaz vururam. 2x-i 2-yə vuranda 4x, 5-i buna vuranda 5x, çıx 5 vur 40, 200. Uşaqlar, 5x-dan 4x-i çıxanda x qalır. Mənfi 200-ü bu yana keçirəndə 200. Deməli, tapdıq ki, məhlulumuz 200 qram imiş. Amma bizə deyir ki, məhluldakı duzun, məhlulumuz 200-dür. Duz neçə faiz idi? 2%li duz. Məhluldakı duzun kütləsini, ilkin duzun uşaqlar kütləsini deyir tapın. 200-ün 2%-li tapanda 4 qram olur. Bildinizmi? Diqqətli olun. 18. Baxanda görünür. 32-ni 16 vur 2 yazaram ki, kökün içindən çıxsın. X-in kubunu da ki, x-in kvadratı vur x yazaram. Çünki bilirəm ki, kvadrat kökdən çıxır da. 18-i kökdən çıxması üçün 9 vur 2 yazaram. X-in kubunu da yenə x-in kvadratı vur x yazaram. 50-ni kökdən çıxması üçün 25 vur 2 yazaram. X-in kubunu da yenə x-in kvadratı vur x yazaram. Diqqətli olun, görün. Kök altda 16-dan 4 çıxır. X-in kvadratından kök ixtisar gedir, x çıxır. Amma 2 ilə x-dan heç nə çıxmır. Bir dənə də baxın. Kök altda 9-dan 3 çıxır. Kök altda x-in kvadratından x çıxır. Amma 2x-dan heç nə çıxmır. Kök altda 25-dən 5 çıxır. Kök altda x-in kvadratından x çıxır. Amma 2x-dan heç nə çıxmır. Hə, uzaqdan eyni şeylər görəndə alma kimi baxa bilərsiniz. Bunlara bir dənə alma kimi baxırıq. 20x, yəni 20x alma, üstə gəl 3x alma, çıxılsın 5x alma. Biz hələ almaları qırağa verək. 20x-dan 3x-i toplayanda 23, 23-dən 5-i çıxanda 18. 18x alma. Bildinizmi? Yəni, hər dəfə o kökçü x-i görüb qorxmayın. Yəni, bu onsuz hamısında var da. Siz əmsallarına baxın. 20x dənə, 3x dənə, 5x dənə bu kökdən var. Yəni, 18x dənə bu kökdən var.
Hesablamalarda diqqətli olun. Amma dediyim kimi, ümumi buraxılışa da, bloka da bu qədər hesablama düşmür. Sadəcə mövzu sınağı olduğu üçün sizə bu qədər hesablama salıblar. Deyir, iki tərəfi 5 ilə 7 olan üçbucaqdır. Və deyir ki, ABC, gəlin yazaq, AB deyir budur, BC deyir 7-dir, ABC ən böyük bucaqdır. Ortadakına baxıram, B bucağı deyir ən böyükdür. Uşaqlar, ən böyükdürsə qarşısındakı tərəf də ən böyük olmalıdır. 5 ilə 7-dən daha böyük olmalıdır. Yəni, bu tərəf 7-dən daha böyük olmalıdır. Onun uşaqlar 7-dən böyük olan şey 5-dən də böyük olacaq. Sonra deyir ki, ala biləcəyi tam qiymətlərin cəmini tap. Biz də bilirik ki, üçüncü tərəf digər iki tərəfin nəyindən kiçik olur? Cəmindən. 7-dən böyükdür. Cəmi neçədir 5 ilə 7-nin? 12. 12-dən kiçikdir. 7 ilə 12-nin arasında hansı ədədlər var? 8, 9, 10, 11. Deyir, ala biləcəyi qiymətlərin cəmini tapın. 11 ilə 9, 20, 30, 38. Bu aralıqda ala biləcəkləri qiymətlərin cəmi 38. Deyir, 8-ə böldükdə qalıqda 6 alınır. Uşaqlar, məntiqi tutun. Qalıqda 6 alınır. 12-yə böldükdə qalıqda 10 alınır. 18-ə böldükdə qalıqda 16 alınır. Görün, nə tutursunuz? Hamısı 2 vahid kiçikdir. Bu, məsələn, 8 alınsaydı özü alınardı. Amma deyir, 8 yox, 6 alınır. 2 vahid kiçik. 12-yə böldükdə qalıqda 10 alınır. Yəni, tam həmin ədədin özünə çatmayıb da. 2 vahid kiçikdir. Sonra 18-ə böləndə 16 alınır. Hamısında qalıq 2 vahid kiçikdirsə, onda gəlin biz hələ 8-ə bölünən, 12-yə bölünən və 18-ə bölünən ədədləri tapaq. Görək, hələ bu nəyə bölüb? Yəni, bunlara bölünən ədədlər neçədir? 8-ə, 12-yə, 18-ə. Görürəm ki, hamısı cütdür. 2-ni %100 çıxarmalıyam. İçəridə qalır 4, 6, 9. Məncə, bir də vuruqları ayırmayaq. Gözlə görünür, uşaqlar. 4 ilə 9 qarşılıqlı sadə olduğu üçün qarşılıqlı sadə ədədlərin əkobu hasilidir. Yəni, 36-dır. 36 həqiqətən bunların üçünə də bölünür. Yəni, əkob 36-dır. Əmsal da 2 çıxarmışdıq. 2 vur 36, 72. Yəni, uşaqlar, 8-ə tam bölünən ədəd 72-dir. 12-yə tam bölünən ədəd 72-dir. 18-ə tam bölünən ədəd 72-dir. Amma qalıqda, deyir, qalıq, yəni, bunlar kiçik olmalıdır. Uşaqlar, qalıq 2 vahid kiçik deyil hamısında. Ona görə 72 yox. 72-dən kim çıxın? 72 bunların hamısına tam bölünərdir. Amma 70-i bunların hamısına böləndə qalıqlar bu qalacaq. Məsələn, yoxlayaq. 70-i 8-ə bölək. 8 vur 8, 64, qalıqda 6. Həqiqətən gördünüz, 2 vahid kiçik olduğu üçün uşaqlar, bu 2-ni ona görə çıxdım. Bu 2-ni əkobdan ona görə çıxdım ki, hamısının qalığı 2 vahid kiçikdir. Yəni, ədədimiz 70-dir. Həqiqətən hamısını yoxlasaz, görərsiniz ki, 70-i 12-yə də böləndə qalıqda 10 qalır. 70-i 18-ə də böləndə 16 qalır. Gördünüzmü? Ödənir. Yəni, ədədimiz 70-dir. Bizə dedir, rəqəmlərinin cəmini tap. 7 ilə 0-ın da cəmi 7-dir. 70-də uşaqlar, rəqəmlər 7 ilə 0-dır axı. Cəmin istəyir 7. Maraqlı sual idi. Yəni, burada fərqli fikir irəli sürməliydiniz ki, görməliydiniz ki, hamısı 2 vahid kiçikdir. Ona görə siz əkobdan 2-ni çıxmalıydınız. 21. 180 ədədini bu ədədlərlə tərs mütənasib deyirsə, tərsinə çevirəsiniz. Yəni, 3K, 4K, 6K yox. 1 böl 3K, 1 böl 4K. K ümumiyyətlə uşaqlar qıraqda olur ha. 1 böl 6K. Deyir, 180, ona görə cəmləyib 180-ə bərabər eləyirəm. Ortaq məxrəcə gətirsəm, 3-nə də bölünən ədəd 12-dir. 12-də 4K. Burada 12-də 3K. 12-də 2K. 180-dir. Alınır ki, 12-də 9K bərabərdir 180. Uşaqlar, hər tərəfi 9-a bölsəm, bu məxrəci yoxsa məxrəcinə 1 yazaq ki, çaşmayın. Hər tərəfi 9-a bölsəm, burada 1 qalır, burada 20 qalırmı? Çarpaz vursam, 1 vur K bərabərdir 12 vur 20. Yəni, K oldu 240. Bizə deyir ki, bu bölünən hissələrdən ən kiçiyini tap. Sizcə 3-də 1 mi kiçikdir, 4-də 1 mi kiçikdir, yoxsa 6-da 1 mi? Təbii ki, 6-ya böləndə daha çox kiçilir. Pizzanı 6 yerə böləndə daha çox kiçilir. Yəni, 6-da 1 vur 240. Məxrəci yoxdursa məxrəcinə 1 deyirəm. 240-ı 6-ya böləndə 40 qalır. Yəni, ən kiçik ədəd hansıymış? 40 imiş. Bir dəqiqə uşaqlar, PDF-i bağlayım, açsın, PDF donur.
Davam edək. Deyir ki, A həqiqətədir, üçün bu ifadənin ən böyük qiymətini tapın. Uşaqlar, biz bilirik ki, 43 manatımız varsa, kiçik bir şey çıxmalıyam ki, mənim cibimdə çoxlu böyük pul qalsın. Kiçik. Biz də bilirik ki, biraz böyüdüm, baxın. Kvadratın ən kiçik qiyməti neçədir? 0. Qırağında 2 var. 2. Ümumiyyətlə, nəyinsə kvadratı, nəyinsə modulu, nəyinsə kökü aldığı, uşaqlar, baxın, yenə yazıram. Nəyinsə kvadratı, nəyinsə modulu, nəyinsə kökü. Çıxan ən kiçik qiymət 0-dır. Yadda saxlayın. 0-ın üstünə 2 gələndə 2, üstündə kub var deyə kub. 2-nin kubu neçədir? 2-ni 3 dəfə bir-birinə vuranda 8. Cibimdə 43 manat pul var idi. 8 manat ən az şəkildə 8 manat pul çıxara bildim. Cibimdə qaldı 35 manat pul. Yəni ən çox 35 manat cibimdə pul qaldı. 23-cü sual. Maraqlı sualdır, uşaqlar. Gəlin yazaq. Burada 6 görürəm. Bunu niyə 4 vur 6 yazmayayım? Ki, burada da 6 qalsın. 8 üstə gəl. Kök altda 4-dən 2 çıxırmı? Bu oldu belə. İndi buna baxaq. Bu, uşaqlar, çox vacib bir şeydir. Viet teoreminə oxşuyur. Amma kökün qabağında hansı ədəd demişdim? Kök. İçində kök və burasında 2 olanda, bura həmin ədədlərin hasilidir, bura həmin ədədlərin cəmidir. Görək hansıdır ki? 8-i 4 vur 2 yazsam, uşaqlar, hələ yazacağam, 4 vur 2 yazacağam. Mütləq qabaqda 2 olmalıdır. Yəni 2-ni saxlayıram, uşaqlar, 4-ü kökün içinə atıram. 4-ü kökün içinə atanda 16 olur, uşaqlar. İstənilən ədəd kökün içinə girəndə kvadrata qalxır. 16-nı 6-ya vuranda 96 eləyir. Aha, indi gəlin fikirləşək. Hansı iki ədəddir ki, vuranda 96 eləyir, toplayanda 22 eləyir? Fikirləşin görüm. 16 ilə 6 uşaqlar toplayanda 22 edir, vuranda 96 edir. 16 ilə 6. Və həmişə demişəm, köklərdən birinci böyüyü götürürəm, sonra kiçiyi götürürəm və kökün içindədir deyə mən də kökün içində yazıram. Hə, burada uşaqlar 2-ni ortaq vuruq çıxarıram. Nə qalır? 4 üstə gəl kök 6. Bu birinci kök. İndi burada nə aldıq? Burada aldıq ki, kök altda 16 ilə 6. Çıx işarəsi görəmsə çıx yazıram. Burada da alındı ki, kök altda 16, çıx kök altda 6-nın düsturuymuş. Kök altda 16-dan 4 çıxdığını bilirəm. Gəlin köçürək. Kök altda 16-dan 4 çıxır. Yazıram 4 çıx kök altda 6. Bu da düsturdur. A üstə gəl B-ni. A çıx B-yə vuranda nə olur? A kvadrat çıx B kvadrat. Buradan yazıram. 4-ün kvadratı 16-dır. Kök altda 6-nın kvadratı köklə kvadratdır 6 qalır. 2 vur 10 nəyə bərabər olur? 20-yə. Yəni bu sualın cavabı oldu 20. Və bu biraz uzun sual idi, amma yazmalıydı. Yəni, həqiqətən bloka belə tip suallar düşür. Yazmağı bacarmalıyız. Belə çətin bir şey yoxdur. 6 görürsünüz, 6-nı içəridə saxlayırsınız. Ortaq görürsünüz, ortaq 2-ni çıxarırsınız. Bu düsturdur. Hər imtahan özə düşən düsturdur. Sonra da müxtəsər vurma düsturu alınır və həll etməyə çalışırsınız. İndi baxaq, 24 də düşündürücü sual idi. 24-ü həqiqətən düşünməliydiniz. Əlimə baxın görün. Deyir, boş hovuz bir boru ilə 6 saata dolur, ikinci boru ilə 8 saata boşalır. Su tam dolu olan hovuzda ikinci kranı açdıqda, ikinci kran 8 saata boşaldırsa, 1 saata nə qədərin boşaldır? 8də 1-in. Amma bizə deyir 1 saat açmayıblar, 2 saat açıblar. 2 saata təbii ki 1 saata 8də 1-in boşaldırsa, 2 saata 2-ni 8də 1-ə vururam. 4də 1-in boşaldır. Uşaqlar 4də 1-in boşaldıb. İndi deyir ki, sonra birinci borunu da açıblar. Bax, üstünə açıblar. Uşaqlar deyir 2 saata bu 4də 1-in boşaldandan sonra birinci və ikinci boru eyni vaxt işləməyə başlayıb. İkinci boru onsuz açıq idi. Bunlar birinci borunu da açdılar. Gəlin hələ görək bunlar ikisi bir yerdə 1 saata nə edirlər? Birinci boru 1 saata 6da 1-in doldurur. İkinci boru 1 saata 8də 1-in boşaldır. Olur. İkisinə də bölünəndə 24-dür. 24-də 4-dən 24-də 3 çıxanda 24-də 1-in doldururlar. Bunlar normaldır uşaqlar. 1 saat 24-də 1 hovuz doldura bilərdilər. Bəs deyir indi bizə 24-də 1-in doldurmaqları lazım deyil. 4də 1-i boşalıb 4də 1-in doldurmaqları lazımdır. Deyir neçə saata doldurarlar. Tənasüb quracağam. Tənasüb qururam ki uşaqlar. 1 saata
Bu iki boru 24'də 1-in doldurma potensialındadır. Bəs neçə sahada mənim boş hissəm uşaqlar 4'də 1'dir. Bəs neçə sahada 4'də 1'in dolduracaq? Çarpaz vururam. 24'də 1 x bərabərdir 4'də 1. 24'də 1 x bərabərdir 4'dən 1. Gözləyin uşaqlar, yenə dondu. PDF-i yormayıb Word-də yazarıq sonra. Uşaqlar 24'də x 4'də 1-dirsə x-i tapanda 4'də 1-i 24'də 1-ə bölürəm. Böləndə tərsinə çevirib vururam. X olur 6 saat. Deməli bunlar 6 saata doldurardılar. Yəni 24-cü sualın cavabı 6 idi. Anladınız mı? İndi 25-ci sualı yazaq. Word-də yazaq. Deyir 8-ə böləndə qalıqda 6 olunur. Yenə 8-ə böləndə qalığı istəyir. Qalıq 5-dirsə M-lərin yerinə 5 qoyaq da. Çünki onsuz yenə 8-ə bölünən qalığı istəyir. Biz də bilirik ki, qalıqlar vurulur, bölünür. Qalıq 5-dirsə 5-i kvadrata qaldırıram. 5 vur 5. Bütün M-lərin yerinə 5 qoyuram. Üstə gəl 29. 25-in üstünə 25 gələndə 50. 50-nin üstünə 29 gələndə 79. 79 təbii ki 8-dən böyükdür. Bizə 8-ə bölünəndən alınan qalığı istəyir. 79-u 8-ə böləndə 9 vur 8 72-dir. Biz uşaqlar videonu başlatdıq mı? Mən baxım. Hə, başlatmışıq. 79-u 8-ə böləndə 9 eləyir. Qalıqda 7 qalır. Bizdən də qalığı istəyir 7. Görürsünüz, bəzi suallar çox sadədir, yəni. Ortada bir-iki çətin sual görüb qorxmayın. 26-cı sual görünür. Burada M qaydasını görürsünüzmü? Baba, M qaydası. M qaydasında sağda yazıram. Bilirsiniz də, bu M-in bu bucağı bu ikisinin cəminə bərabərdir. İndi bu deyir ki, qamma bucağı 70-dir. Bu bucaq 70-dir. Deyir beta 150-dir. 150-dirsə 150-nin daxili qonşusu 30-durmu? 180-dən çıxın 30. 70 30-la nəyin cəmidir? Gəlin yazaq. 40-ın. Deməli bura 40-dır. Bizdən də 40-ın qarşısındakı bucağı istəyir. Biz də bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bura 40-dırsa, bura da 40-dır. Bizdən alfanı istəyir 40 dərəcə. Diqqətli olun. 27-ci sual, sonuncu sual. Uşaqlar, situasiyanın da ayrıca videosunu çəkəcəm, isbatın da ayrıca videosunu çəkəcəm. Narahat olun, yəni onları ayıracam. 27 uyğunluq sualı hər dəfə bir sual olaraq uyğunluq düşür və diqqətli olun. Uyğun tərəfi perpendikulyar olan bucaqlar bilirik ki, ya bərabər olur, bax 2 dənə həlli var. Ya bərabər olur, ya da cəmi 180 olur. Deməli, biri 42-dirsə, o birisi ya 42 olacaq, ya da 180-dən 42-ni çıxmalısınız. Neçə eləyir? 138. Görün, harada var 42 ilə 138? D ilə Y-də. Burada tətbiq eləyək. Uşaqlar, betanı bir tərəfə keçirirəm, bucaqları bir tərəfə keçirməliyəm. Alfa çox beta sağda yazıram. 74-dürsə. Bizə uşaqlar, fərqli bucaqlarda, fərqi 74-dürsə fərqli bucaqlar. Fərqli bucaqların cəmi neçədir? 180. Əks ədədlər görəndə toplayıram ki, ixtisar getsin. 2 dənə alfa olur. 180-in üstünə 74 gəlin. 254. 254-ü 2-yə böləndə 177. Hesabda diqqətli olun. Bir bucağı tapdım 177. Üstünə nə gəlsəm 180 eləyər. Hesabda da diqqətli olun. 2-ni 2-yə böləndə 1, 127 uşaqlar. Bucağın biri 127-dirsə 180-ə tamamlamaq üçün nə çatmır? 53. Deməli 53 hansı variantdadır? B variantında. 2-yə də gedir B. Üçüncünü işləyirik. Deyir alfa 136-dır. Onda uşaqlar o biri bucaq ya 136-dır, ya da 180-dən çıxıram. 180-dən 136-dan çıxanda 44. Cavabda görün hansı var? 44. 3-ə də gedir A. Bildinizmi? 1-ə D, Y, 2-yə B, 3-ə A. Bunlardan əgər birin yazmasaz və ya birin artıq yazsaz, tamamən səhv götürülür. Yəni bal vermirlər. Bu qədər uğurlar.
Situasiya və isbat tipli sualı ayrıca videosunu çəkəcəm. Diqqətli olun.